Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Esselatu vesselamu ala Resulillahil emin. Ve alihi tahirin. Ve la'natullahi ala a'daihim ecma'in. Minel ane ila qiyam yevmiddin. Amma ba'du Rabbi şrah li sadri ve yessir li emri. Ve ahlul uqdeten min lisani yefkahu qavli. Geçen sefer Allah'ın mehribanlığından, onun kərimliyindən danışdıq və bir sıra məsələlərə aydınlıq gətirmişdik. Bu cümə də inşallah onun ardı olsun deyə biz Allahın ədalət məsələsinə toxunacağıq. Yenə də sual odur ki, Allah əgər ədalətlidirsə, adildirsə, bəs bu fərqlər nə üçündür? İnsanlar arasında fərqləri biz görürük. Həm zahiri görünüşdə, həm daxili aləm, həm də maddi imkan baxımından insanlar fərqlidir. Ədalət tələb etmirdimi ki, hər şey öz qaydasında olsun? Əvvəla, ədalətin məfhumu o deyil ki, hər şey bərabər şəkildə olsun. Xeyr, ədalət hər bir şeyi öz məxsus olduğu yerdə qoymağa deyərlər. Ədalət bərabərlik demək deyil. Digər tərəfdən isə biz ümumiyyətlə keçən səfər də qeyd etdik, dünyanın mahiyyətini anlamalıyıq ki, ondan sonra düzgün qiymət verə bilək. Dünya keçicidir, dünya müvəqqətidir, bir keçiddir, sınaqdır bizim üçün verilib. Biz burada öz sınağımızı, öz imtihanımızı verməliyik, keçməliyik. Bəs həyatımız doğumdan başlayır. Dünyaya göz açırıq, haçan bitir? Heç zaman bitmir. Əbədiyyət bizə veriləcək. Biz əbədiyyət üçün doğuluruq. Bu dünya isə müvəqqəti bir dünyadır, keçid dünyasıdır. Biz hər bir müqayisəni, hər bir mühakiməni bu dünya çərçivəsində edirik. Bu dünya çərçivəsində qiymət veririk ki, bu ədalətsizlikdir, bu düzgün deyil, bu belə olmamalıydı və beləliklə öz hökmümüzü veririk, mühakimə edirik, qərarlar qəbul edirik. Amma axı həyatımız təkcə bu dünyadan ibarət deyil. Həyatımız doğumdan başlayır, ta bitməyəcək. Əbədi olaraq biz yaşayacağıq, əbədi həyat sürəcəyik. Ölürük, bəli, ölürük. Zahirən biz cismani şəkildə dünyamızı dəyişdiririk. Bərzəx dinin təlimlərinə əsasən biz bərzəx həyatını görəcəyik. Orada müvəqqəti olaraq qalacağıq və qiyamətdə isə diriləcəyik. Çox maraqlıdır ki, sual olunur, bu bərzəx və ölüm bizim üçün nə qədər başa gələcək, neçə müddətə başa gələcək? Yəni, biz qiyamətdə ayılanda doğrudan, məsələn, bir insan 1 milyon il idi, məsələn, ya neçə min il idi, ya ölüb. Neçə mil bundan əvvəl ölmüş insanlar, ya biz, məsələn, neçə min ildən sonra qiyamət olacaqsa, diriləcəksə, bu 1000 il bizim üçün necə gələr, yəni necə biz onu xatırlayarıq? Quran-ı Kərim buyurur ki, bu bərzəx və ölüm həyatı bir yuxu kimi insana gələr. Sanki bir yuxu idi, sanki bir gecə biz yatdıq, sonra durmuşuq. Yəni, biz qiyamətin günündə oyananda bizdən soruşacaqlar ki, nə qədər yatmışsınız burada, nə qədər ölmüşdünüz orada. Biz cavab verərik ki, bir gün, yarım gün. Yəni, çox mühüm məsələdir bu. Ona görə Quran-ı Kərim Ənbiya surəsində buyurur ki, insanın hesabı yaxındır, amma insan qəflətdədir. İqtarabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. Hesab çox yaxındır. Yəni, insanı hesabla ayıran, qiyamətlə ayıran təkcə ölümdür.
Bu ölüm də biz qiyamətdə oyananda yarım gün kimi gələcək bizə, bir gün kimi gələcək bizə. Quran-ı Kərim nümunələr verib. Üzeyir Peyğəmbərin əhvalatı Bəqərə surəsində qeyd olunur. Allah Təbarək və Teala Üzeyir Peyğəmbəri 100 il öldürür. 100 ildən sonra dirildir. Sual verir, nə qədər olar burada ölmüsən, burada yatmışsan? O deyir, bir gün, yaxud yarım gün, təxminən belə gəlir mənə. Allah buyurur ki, xeyr, sən 100 il idi burada ölmüşdün. Yəni, bu Üzeyir Peyğəmbər heç ölümünü də bilmir. Ölümünü də anlamayıb. Dünyasını dəyişib. 100 il orada ölüb. Amma bilməyib ki, mən ölmüşəm. Elə bilib ki, mən yatmışam. Bu, həqiqətən də bizim üçün böyük bir ibrətdir. Biz elə bilirik ki, qiyamət uzaqdır, amma qiyamət uzaq deyil. Biz qiyamət üçün oyananda bir gün sanki yatmışıq qəbirdə, yarım gün sanki yatmışıq qəbirdə. Ondan sonra sorğu-sual başlayıb. Quran-ı Kərim buyurur ki, onlar onu uzaq görürlər, amma biz isə yaxın görürük. Biz yaxın görürük bunu. Çox maraqlıdır. İnsan ölür, amma bilmir ki, ölmüşəm. Oyananda elə bilir ki, yatmışam. Üzeyir Peyğəmbərin əhvalatında ən ibrətamiz cəhət budur. Əshab-ı Kəhfi də biz Quran-ı Kərimdən nümunə gətirə bilərik ki, Allah Təbarək və Teala onları 300 il yatışdırır. Oyananda isə bir-birindən soruşublar, nə qədər olar biz yatmışıq, onlar da eyni cavabı verir. Bir gün ya yarım gün olar ki, burada yatmışıq. Sonra biri qayıdır ki, Allah bilir nə qədər yatmışıq. Amma insan oyananda elə bilir ki, hə, yarım gündür yatmışam. Bərzəx aləmi bütün uzun o müddəti ilə, ola bilsin ki, 1000 il, 2000 il, 3000 il, bəlkə də bundan sonra qiyamətə qədər 1 milyon il keçəcək, onu biz bilmirik. Neçə min il keçəcək, onu biz bilmirik. Amma o bizə bir yuxu kimi, bir gecəlik yuxu kimi gələr. Unudacaqıq o aləmi. Necə ki, yuxu aləmini unuduruq. İndi ondan sonra sorğu-sual, ondan sonra əbədi bir həyat, cənnət, cəhənnəm və keçmiş dünya həyatımız bizim üçün bir örnək nümunədir sorğu-sualda. O əsas götürüləcək ki, sən bu dünyanı, bu 70 ili, bu 80 ili, bu 50 ili, biraz da çox, biraz da az, nə qədər, necə yaşamısan? Və o əsas götürüləcək. Dünya həyatımız bizim yadımızda olacaq və bizə göstəriləcək bizim yaşantımız. Bir video lent kimi məsələn göstərilər və biz özümüz də ona uyğun zaten duracağıq, o formada duracağıq. Kim necə yaşayıbsa, onun həyatının mahiyyəti nədən ibarət olubsa, o mahiyyətlə qalxacaq Allahın huzurunda dayanacaq. O bizim üçün meyar götürüləcək, o əsas götürüləcək və onunla mühakimə olunacaq. Yəni dünya həyat, dünya yaşantımızla, dünya həyatımızla mühakimə olunacaq. O bizim tam yadı, yəni dünya həyatı bizim tam yadımızda olacaq. Amma bərzəx və ölüm həyatı isə bizə bir gün gələcək. Və sorğu-sual başlayacaq, ondan sonra təbii ki, cənnət və cəhənnəm. Yaxşı, ədalət mövzusunu biz necə mühakimə etməliyik, necə araşdırmalıyıq, incələməliyik? Ədalət mövzusunu təkcə bu dünya ilə müvəqqəti yaşadığımız bəziləri az, bəziləri çox yaşayıb. Elə bununla biz ədalət, yəni bunu əsas götürüb ədalət mövzusunu sorğulamalıyıq. Yoxsa bütöv həyatımız, əbədi həyat da onun yanında olmaqla, bütöv həyatımız əsas götürülərək ədalət mövzusuna baxış etməliyik. Təbii ki, bütöv həyat, bütöv bir çərçivədə çərçivəyə əsaslanıb ədalət mövzusunu, Allahın ədalətini sorğulamalıyıq və yaxud mühakimə etməliyik. Elə bu müvəqqəti həyatla biz dərhal hökm verək ki, vəssalam, bu düzgün iş deyil, o düzgün deyil, bu düzgün deyil, bu uyğun deyil, bu ədalətsizlikdir, bu pislikdir filan. Bununla biz düzgün qərar verə bilmərik. Bəli çətinliklər var bu dünyada, amma onun hikmətləri var.
Onun sirləri var, onun səbəbləri var. Çox səbəbləri biz özümüz yaradırıq. Yəni çox bir çətinliklər öz etdiyimizin əməyidir, öz əməyimizin nəticəsidir ki, biz onu görürük. Bu öz yerində. Amma bir çox hadisələr də var ki, bəli, həqiqətən də sınaqdır, həqiqətən də imtahandır. Burada nə etməliyik? Burada səbr etməliyik. İmtahanlar və çətinliklərə biz bədbin olmamalıyıq. Bəzilərinin çətinliyi maddi ola bilər, bəzilərinin mənəvi ola bilər, bəziləri başqa bir çətinlik ola bilər. Bu çətinlik bir müddətdir. Ondan sonra asanlıq gəlir. Uzaq başı bu dünya qədərdir, dünya həyatı qədərdir. Ondan sonra bir əbədiyyət gəlir. Bunu onunla müqayisə etdikdə hər şey aydın olur. Əskərlik müddəti, keçən səfər də qeyd etdim. Əskərlik müddətində o çətinlik, insan keçir o çətin mərhələləri, amma heç kəs ona ədalətsizlik demir. Nə üçün? Çünki o böyük bir mərhələ üçün hazırlıq görür. O olmasa, o müvəqqəti çətinlik olmasa, o böyük mərhələdə o tab gətirə bilməz. O orada ola bilməz. Gərək bu etabı keçsin. Yaxud tələbəlik illərində əksər insanlar görsən ki, əziyyət içində olur, çətinlik içində olur, həqiqətən də. Amma heç kəs bunu ədalətsizlik adlandırmır. Çünki bilir ki, bu lazımdır gələcək həyatım üçün. Bu əziyyətləri mən çəkməliyəm gələcək rahatlığım üçün. Və sınaqlara və dünyadakı sınaqlara bu gözlə baxmaq lazımdır. Ki, bundan sonra asanlıq gəlir. İnnə ma'al usri yusra. Fə innə ma'al usri yusra. Həqiqətən çətinlikdən sonra asanlıq gəlir. Yenə də buyurur, həqiqətən çətinlikdən sonra asanlıq gəlir. Daha doğrusu çətinliklə birgədir bu asanlıq. Bu etabı keç ki, o asanlığa yetişəsən. Hər şey rahat deyil. Yəni, bu dünyanın mahiyyəti və bizim yaranış hikmətimiz də bunu tələb eləyir bizdən ki, biz bu cür yaşayaq. Müəyyən çətinliklər, müəyyən sınaqlar ki, içimiz bilinsin. Keçən səfər qeyd etdik bunu. Səyəcəlullahu ba'də usrin yusra. Allah tezliklə çətinlikdən sonra asanlıq qərar verər və mütləq qərar verər. Bunu təkid formasında buyurur. Bəli, insan müəyyən o sınaqları, o imtahanları verəndən sonra mütləq asanlığa çıxır. Uzaq başı bu dünyada o çətinliyi çəkir. Ki, bu dünyada sınaqlar da mahiyyətcə müvəqqətidir, imtahanlar da müvəqqətidir. Ondan sonra bir asanlıq mütləq gəlir. Sanki tələbəlik illəri kimi, sanki əskərlik kimi. Ondan sonra mütləq bir asanlıq gəlir. Uzaqbaşı dediyim kimi bəzilərinin ola bilsin bir xəstəliyi olsun və bu ömrünün sonuna qədər bu xəstəlik onunla birgə olsun. Uzaqbaşı ölmə qədərdir. Amma əbədi bir həyat var qabaqda. Onun əvəzini Allah təbarək və Teala mütləq verəcək. Hətta indi insan dua etməlidir, indi o öz yerində dua etməlidir. Allah bəzən elə verir ki, o çətinliyi, o əziyyəti, o zəhmətləri verir ki, insan daha çox bağlansın Allaha, daha çox yalvarış etsin, Quran buyurur, daha çox yalvarış etsin. Və bu dua ilə həll olur bəzi məsələlər, çox məsələlər dua ilə həll olur. Amma bəzən olur ki, həqiqətən də həll olmur. Nə qədər dua etsən, olmur. Bunun müqabilində insan səbr etməlidir. Amma əvəzində Allah axirətdə o qədər verər ki ona. Hədisdə var, deyir, insan görəndə ki, mənim qəbul olunmamış dualarıma görə qiyamətdə Allah nələr verdi mənə, orada arzu edər, ey kaş dünyada heç bir duam qəbul olmazdı, əvəzində isə bu dünyada Allah məni mükafatlandırardı. Görəndə ki, o qədər mükafat verir. Və bu dinimizin, Peyğəmbərlərin və Peyğəmbərimizin Əhl-i Beytin verdiyi bir xəbərdir. Bir əhvalat danışım. Həzrəti Musa Peyğəmbərin dövründə baş verir. Həzrəti Musa Peyğəmbər miqata gedirdi Allahla görüşə. Eybəcər bir adam yolda onu görür. Deyir ki, ey Allahın Peyğəmbəri, sən mənim formamı, mənim halımı görürsən. Allah məni çox eybəcər yaradıb. Hətta o qədər eybəcərəm ki, mən ancaq
yəni Allaha ibadət etmək istəmirəm. Sadəcə cəhənnəm qorxusundan o vacib ibadətləri yerinə yetirirəm. Vəssalam. O sevgim yoxdur Allaha. Gedib bu sözümü Allaha deyəsən. Ki, əgər mümkünsə, mənə də bir gözəllik versin. Həzrəti Musa Peyğəmbər Allahın görüşünə gəlir, amma demir o bəndənin sifarişini. Allah özü buyurur, ey Musa, o bəndəmin sifarişini niyə demirsən? Onun sözünü niyə çatdırmırsan? Deyir, ilahi, həya edirəm, utanıram. Deyir, utanma, de. Deyir, ilahi, sənə agahdır. O belə dedi, çox eybəcərdir. Deyir, ey Musa, gedib o bəndəmə deyərsən ki, sənin bu eybəcərliyinin müqabilində Allah sənə axirətdə o qədər gözəllik verər ki, hamı sənə qibtə edər. İkinci dəfə qiyamət üçün səni yaradanda, səni o qədər gözəl yaradar ki, hamı sənə qibtə edər. Bunu ona çatdırarsan. Bu dünyada səbr eləsin. Və o da gəlir, deyir ki, yəni Allah mənə belə dedi. Və görürsünüz, bəzi şeylər var ki, həqiqətən də bu belə olmalıdır dünyada. Yəni bizim tutumumuz bunu tələb eləyir, bizim istedadımız bunu tələb eləyir ki, həqiqətən də biz gərək səbr eləyək. Başqa əlacımız yoxdur. Çünki başqa cür olsa, yəni, məsələn, əvəzində çox gözəl olsaydıq, biz dözə bilməzdik də, yəni özümüzü saxlaya bilməzdik bəzi şeylərdə. Həlak olardıq. Çox insanlar var ki, o, məsələn, gözəlliyi onu bədbəxt eləyib, belə deyək. Və bir çox xoşbəxtlik məhz o bir insan çox gözəl deyil deyə xoşbəxt olub. Bu bizim həyatımızda demək olar ki, rastlaşdığımız mövzulardır. Görürsən ki, deyir, filan kəsin heç bir gözəlliyi yoxdur, amma gör necə ailəsi var. Düz niyə? Çünki ona yanaşan, məsələn, bir xanıma, çox da gözəl olmayan bir xanıma yanaşan insan ağılla yanaşıb, onun məsələn xasiyyətinə bələddir, onun əxlaqına bələddir, istəyir ki, onunla ailə həyatı qursun. Və normal, ağıllı şəkildə ona yanaşır. Və ona görə onlar xoşbəxt olur. Amma bir məsələn qız, bir qadın çox gözəldir. Bu adam da məsələn bir həvəsbaz adam, onun gözəlliyini görür, özünü saxlaya bilmir, gedir, ürəyini açır ona filan. Ta ki, hətta evlənir onunla. Amma biraz keçir, axı, həvəsinə görə etmişdi bunu. Biraz keçir, ailəsinə baxmır, biraz keçir, gedir, başqa-başqa işlərlə məşğul olur və beləliklə ayrılır və yaxud atıb gedir, bədbəxt eləyir cəmaatın uşağını. O gözəlliklər bəzən buna səbəb olur. Ona görə, məsələn, hətta gözəl olan belə özünə güvənməsin, gərək Allaha güvənsin, Allahdan istəsin, valideynlərin məsləhətinə qulaq assın, təcrübəli insanların məsləhətinə qulaq assın. Bu mövzu həssas mövzudur, mən istəmirəm da onu davam etdirim. Mövzumuz budur ki, bəli, hətta ola bilsin bir adam çox gözəl deyil, eybəcərdir, bir adam fiziki qüsuru var hətta. Bu onun ziyanınadır. Ziyanını hesab eləməsin bunu. Axirətdə əvəzini verəcək. O Victor Hugo'nun bir əsəri var, Paris Notre Dame kilsəsi. Orada iki obraz var, keşiş və Quasimodo. Bu keşiş xarizmatik bir adamdır, normal gözəlliyi də var. Quasimodo isə çox eybəcərdir, qozbeldir, əyridir, beli bükülüb. Sifəti o qədər eybəcərdir ki, baxmaq olmur ona. Dodaqları yekə, ağzından su tökülür, əyri sifət və s. Çox eybəcərdir, baxmaq olmur. Bizim məşhur kinoşünasımız Ayaz Salayev o kinonu şərh eləyəndə, o vaxt retro verilişi olurdu. Orada onu şərh eləyəndə, orada dedi ki, deyir, əslində o keşişin
zahiri gözəlliyi bu Quasimodo'nun daxilidir. Daxilini tərənnüm eləyir. Quasimodo'nun zahiri eybəcərliyi isə o keşişin zahiri gözəlliyini, o keşişin daxili eybəcərliyini tərənnüm eləyir. Yəni, əslində Quasimodo'nun zahiri o keşişin daxilidir, keşişin zahiri isə Quasimodo'nun daxilidir. Bu dünyada bəzən belə olur, amma axirət aləmində necə olacaq? Axirət aləmində tam tərsinə olacaq. İnsan daxili gözəlliyi ilə həşr olunacaq. Daxili əxlaqı ilə həşr olunacaq. Və o cür gözəl gələr məşərə. Amma bu dünyada gözəl olub, əxlaqsız olanlar isə o dünyada çox eybəcər formada həşr olunacaq. Görürsünüz, bəzi hikmətlər var ki, biz bunu incələmədən Allahın ədalətini sorğulaya bilmərik. Bunları nəzərə almadan Allahın ədalətini sorğulaya bilmərik. Gərək kompleks şəkildə məsələyə yanaşaq. Həm bu dünya, həm də əbədi bir həyat. Bunları müqayisə edəndən sonra, bunları nəzərə alandan sonra Allahın ədalətini sorğulaya bilərik. Allah isə hər şeyi gözəl edir. O Mövlam nə edər, gözəl edər. Məşhur şeirdə Yunus Əmrənin dediyi kimi. Allah nə edər, gözəl edər. Çünki Allah özü gözəldir. Allah özü ədalətlidir. Allah özü rəhimlidir. Allah özünü Quranda belə tanıtdırır. Və həyatda görürük ki, bir çox şeylər var ki, həqiqətən də Allahın gözəlliyi qarşısında insan baş əyir. Allah hər şeyi nəzərə alıb və hər şeyi nəzərə alaraq iş görər. Hikmətlə iş görər, səbəbsiz iş görməz. Və insan bəzən özünü də anlamalıdır. Bəzi naqisliklər var, bəzi problemlərimiz var. İnsan özünü də anlamalıdır əslində. Çünki əməllərimizin nəticəsidir. Dünyadakı bu vəziyyət insanların əməllərinin nəticəsidir. Allahın istəyi deyil. Allah ruzini yağış damcıları kimi endirir. Həzrət Əmirül-Müminin Nəhcül Bəlağədə buyurur. Buyurur ki, bu ruzi, Allahın əmri yağış damcıları kimidir. O yerə yağış damcıları kimi gəlir. Amma kim nə qədər istifadə edə bilir? Sədi Şirazinin olmalıdır, səhvləmirəmsə, ya Cəlaləddin Ruminin olmalıdır. Deyir ki, yağış yağır, o balıq ağzını açır, ondan bir damcı düşür onun qarnına, olur mirvari sədəf. İlan ağzını açır, bir damcı qəbul edir o yağışdan, olur zəhər və insanlara şəfa verir, fayda verir. Amma it isə yağışda bir çox damcılar onun üzərinə yağır, amma o ondan nə qədər istifadə edə bilir? Bir dəfə özünü silkələyir, hamısı düşür. Bəzən bizim tutumumuz yoxdur. Quran-Kərim buyurur ki, yağış göydən enir, yerdəki gölməçələr hərə öz tutumu qədər götürür ondan. Sonra daşır. Yəni, sonra atır bayıra. Bizim tutumumuz nə qədərdir? Onu biz sorğulamalıyıq. Çünki Allahın heç kəsdən nə şəxsi qərəzliyi var, nə xəsisliyi var, nə xəzinəsi tükənəndir. Yox. Niyə belədir? Özümüzü gərək sorğulayaq. Tapdıq, tapmadıq, gərək şükür eləyək. Şükürdən yerə əl götürməyək. Allah an verirəm onun izzət və cəlalına bizi yaxşı bəndələrindən qərar versin. Allah təbarək və təala bizi xoşbəxt bəndələrdən qərar versin. Allah bizi bağışlamamış dünyadan aparmasın. Allah təbarək və təala İmam Zaman ağanın zuhurunu təcil etsin. Bizi də ağanın yanında qərar versin. Vəssalamu aleykum və rəhmətullah.